Ustad Doktor Davərinin bir kitabı var, Fəlsəfə, İdeologiya və Yalan. Doktor Davəri 2013-cü ildə UNESCO tərəfindən Şərqin filosofu titulunu qazanıb. O deyir ki, orada yalanın tərifini açır. Yalan nədir? Deyir ki, İmam Sadiqə dedilər, soruşdular. Yalançı kimə deyilir? O adam ki, həyatında bəzən həqiqəti əks etdirməyən şeylər danışır. İmam buyurdu ki, la, yox. Ma min əhədin illa yəkunu zəlikə minhu. Deyir, həyatda elə bir adam yoxdur ki, bu şey ondan baş verməsin. Yəni, hərdən bir həqiqətə uyğun olmayan şeylər danışsın. Yəni, insanlar məsum deyil də, belə hallar olur. Bəs buna yalancı demirlər. Bəs yalancı kimdir? İmam buyurdu. وَلَكِنِ الْمَتْبُعُ عَلَى الْكِذْبِ. O insan ki, yalan onun təbiətinə hopub. Xarakterinə çevrilib. Şəxsiyyətinə çevrilib. Yəni, vərdişə çevrilib. Ağzını açır, yalan danışır. Yeri gəldi, gəlmədi.